Deməli, dediyim kimi Python kompilyator və interpretator olur. Python interpretatordur. Deməli, interpretator nədir? Gəlin başlayalım. Interpretatorla kompilyatorun fərqi ondan ibarətdir ki, kompilyator kodu bütövlükdə çevirir, sonunda bizə harada, yəni deyir ki, kodunuzda yəni səhv ya düz nəsə bir şey var, onu deyir. Amma interpretator nə edir? Interpretator hər sətri bir-bir yoxlayır və hansı sətirdə səhv olan kimi dayanır və göstərir ki, bu sətirdə problem var. Yəni o sətrə bir dənə diqqət edir. Aydındırmı? Interpretatorla kompilyatorun fərqi budur. Keçək Pythonda verilən tipləri və onlarla iş. Deməli, əsasən biz hansı tiplərdən işləyəcəyik? Birinci tipimiz bizim string tipidir. String sətr tipli verilənlər mətnlərə aiddir. Məsələn, x bərabərdir kitab. Yadınızda saxlayın ki, string dırnaqların arasında yazılır. Yəni, bildiyiniz bütün sözlər string gedir. X bərabərdir kitab, dırnağın arasında kitab yazılır. Sonra nə var? İkinci tipimiz integer tipidir. Integer tipi ədədi tipdir. Yəni, bütün ədədlər integer tipinə aiddir. 5-dir, 15-dir, -5-dir, 3-dür, belə bir şeydir. Sonra gəlir float tipi, kəsr tipli verilənlərdir. Float tipi nə nəzərdə tutulur deyiləndə, məsələn, 3.5 və yaxud 2.5 və yaxud belə bir şey, yəni kəsr hissəsi olan bir verilənlərdir. Sonra gəlir list. List siyahı tipli verilənlərdir. Məsələn, qısa bir siyahı. Siyahıda nə ola bilər? Kitab ola bilər, 5 ola bilər, nə bilim, istənilən nə desəz, siyahının tərkibində ola bilər. Bir matris buraxalım ona. Sonra var range. Range nədir? Range ardıcıllıqdır. Range-də nədən başa düşmək lazımdır? Məsələn, range 5-10 nə deməkdir? 5-dən 10-a qədər alacaq bütün rəqəmləri, yəni 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur. Yadınızda saxlayın. Pythonda heç vaxt sonuncu element alınmır. Range 5-10 yazılsa da, 10 heç vaxt alınmır. Və bool tipi var. Bool da məntiqi tipdir. Məntiqi bir tip o deməkdir ki, ya doğrudur, ya səhvdir. Ya true'dur, ya da false'dur. İkisindən biri. İndi eşidirəm sizin suallarınızı. Burada kim nəyə başa düşmədi? Kimin nə sualı var? Sual yoxdur. Getirəm mütəliş. Məsələn, yazıram. A bərabərdir 5, print type A. Bizə nə çıxır? Class integer. Görürsünüz? Yazıram. Print, məsələn, A bərabərdir kitab. Bax, dırnaqları unutmayın yazmışam. Dırnaqlar mütləqdir. Print type yazıram. Nə çıxır? Class string. 5.3 yazmışam. Print type yazıb class float. Fidan sual var, bu qədər. Mənim orada class string demək, onun tipini göstərir, yoxsa cavabıdır o? Tipini göstərir də, yəni tipi deyir nədir? Mən sual verirəm. Yəni, hə. Yəni, deyirəm, tipini göstərir buna. Proqrama deyirəm ki, proqram əmr verirəm ki, mənə bunun tipini göstər. Məsələn, tipi, integer olanda, yəni, göstərir ki, yəni, ədəddir. String olanda deyir ki, sətirdir və float olanda deyir ki, yəni, kəsr hissəli bir şeydir. Aydındır? Bəli. Deməli, riyazi ifadələrə keçək, riyazi əməllər və onlarla iş. Deməli, plus plusdur, minus minusdur. Vurma belə ulduz işarəsinə işarə olunub, bax beləsi ulduz işarəsidir. Division bölmə deməkdir. Yəni, bu bölmədir. Bölmə belə slashla göstərilir. Modulus, bax, bu bizim ən çox işlətdiyimiz bir şey olacaqdır. Modulus deyilir? Modulus qalğı tapır. Faiz işarəsinə işarə olunur. Məsələn, 20% 10 nə deməkdir? 20-nin 10-a bölünməyindən qalğı tapın. 20-nin 10-a bölündə tam hissə 2 olur, qalğı 0 olur. Aydındır? Məsələn, deyirəm, 18% 5. Aynı işin cavab necə olacaq? Nə? 18% 5. 3. 3. Aydındır. Sonra gəlir exponent, yəni qüvvət. Qüvvətə qaldırmaq. Возведение в степень. Tutaq ki, 20 kvadrata qaldırmaq istəyirik. Biz yazırıq 20, 2 ulduz 2. Eləyir 400. Və yaxud 2-ni 3-cü qüvvətə qaldırmaq istəyirik. 2 ulduz 3. Eləyir 8.
və bundan da çox istifadə olunacaqdır. Bu da tam hissəni tapan bir şeydir. Bu 2 slash tam hissəni tapır. Məsələn, deyirəm ki, sizə məsələn 15-i bölü 8-ə. Tam hissə neçədir Anişə? Nə? 15-i 8-ə bölündə tam hissə neçədir? 1. Qalıq neçədir? 7. Deməli, tez mənə faizlə qalığın fərqində. Faizlə 2 slash'ın fərqi. İki slash-da bölmədə tam hissəni tapır. 2 slash tam hissəni tapır. Faiz də qalığıdır. Faiz də qalıq hissəni. Bəli. Aydındır bura qədər? Bir slash-da, müəllim, bu üstə bir dənə slash oxşar, bir dənə də bölmə var o. Hansı? Bir dənə tək olur. Nədir o division? Division, o bölmədir, o sadə bölmədir. O da bölmədir, o da tam hissəni tapır. Bu bir dənə bilsin. Yəni qalıqsızlığı tapır, ümumiyyətcə bölür elə. Göstərəcəm. Bu tam hissəni tapır. Bu, məsələn, mən yazıram. Bu vergülə qədər tapır da, məsələn, göstərəcəm sizə, tələsməyin ona. Yəni, sadəcə yadınızda saxlayın ki, tam hissəni bu tapır, bu da sadə bölmədir. Riyazi bölmədir, yəni, bunu belə yadınızda saxlayın. Gəlin, sizə bunu göstərim. Görürsünüz. Deməli, işləmə öyrədəcəm sizə bunları. Balaca. Nədən başlayıram? Yazıram ki. A bərabərdir. 2 dırnağın içində yazıram. 2 dırnaq nə demək idi? Bir dırnaq string. String deməkdir. Satır. Sətr tipi deməkdir, bəli. Tamamilə doğrudur. Stringin içində nə yazsam, mənə sətr tipini verəcəm. Məsələn, yazıram. Və fidan. Fidan dərsə gəlmədi. Nə oldu? Həqiqəti yazsız nə? Həqiqət yazıram. Yazıram print type A. Nə gəldi? String tip gəldi. Gördünüz? Tip oldu string. Aydındır. Gəlin, indi mənimsətməni göstərirəm. Tutaq ki. Yazıram, B bərabərdir 5. C bərabərdir 10. D bərabərdir B plus C. Aha, yazıram ki, print D. Cavab nə olacaq? Cavab Aha. 5, 10. Müəllim, o ekranı böyüdənmirsiniz biraz. Mən Yox, oranı ekran yoxum. Böyümür. Birinci 5-dir, sonra 10-dur. Siz öz B ilə C toplayacağıq. kompüterinizə böyüdə bilərsiniz. Böyüdürəm, itir o. İtir. Yəni sağ tərəf böyüdür. Burağa çox gedir. Nə ilə böyüdürsünüz? Böyüdücü ilə. Ekranda böyüdücü işarəsi var. Yox, böyüdücü işarəsinə yox. 2 barmağınızı qoyun sensorun üstə. 2 barmağınızın telefonu necə böyüdürsə elə böyüdür. Ha, elə, yaxşı. Alındı. Yox. Hə, alındı. Bilmirdim onu. Hə, müəllim, indi 5 ilə 5 ilə 10-dur, təbii toplayıb verir 15-i. hə, print. Bu nədədir? Necə? Floatdur bu. Yoxsa integerdir? Bu integerdir. Float kəsirdir. Hə, Integer integerdir. tipi. Məsələn, yazsam ki, tip. Məsələn, bu 15 verir, çünki mən bunun cavabını istədim. Amma mən deyirəm ki, məsələn, cavab istəmirəm. Mənə tipini göstər. Yazıram type D. D-nin tipi. Müəllim, biz printdən sonra nəsə eləməliyik ki, onun cavabı görsənsin. Bu dırnaq nədir bu? Mötərizə işarəsiz açmalıyıq. Bunun Yedi. Bu type-ın özü funksiyası belə yazılır. Type funksiyası nə deməkdir? Type-ın özündə belə bir mötərizə olmalıdır ki, nəyi göstərirsiniz? Baxın, printin öz mötərizəsi var, type-ın da öz mötərizəsi var. Hər bir şeyin özünün bir şey. Print yazsaq yetbəsdir. Print yazsaq o cavabını verəcək. Siz heç nə yazmalı deyilsiniz. Tələsməyin, qabağa qaçın. Nə göstərirdim sizə? İndi 10-lu 5-dir. Mən indi yazmaq istəyirəm, başqa bir şey yazmaq istəyirəm. D bərabərdir, indi biraz dəyişirəm. Yazıram ki, C faiz 5. C faiz A. C faiz B olsun. Cavab nə olacaqdır?
Faizə dediniz ki, şeyi göstərir, qalığı. Aha, cavab nə olur? 0. 0. Doğrudur. Hə, Gördünüz. Bəs belə yazsam C2/B. tam bölməni göstərəcək. Bəli. Cavab nə olacaq? 2. 2. Doğrudur. Bura qədər kimin nə sualı var deyin. Yox, bu yaxşıdır. Bura qədər yaxşıdır. Yəni bura qədər elə bil ki, əlif qayıtdı. Bundan sonra başlayırıq söhbət. Baxın, kitabda da var. Buradan özünüz baxarsınız ona. Deməli, yaxşı baxaq gəlin suallara versin. Amma suala baxmamışdan əvvəl sizə nə göstərəcəm? Sizə power göstərəcəm. Deməli, power funksiyası nədir? Power nə deməkdir? Power güc deməkdir. İngilis dilində tərcümədə. Power qüvvətə qaldırmaq deməkdir. Power ABD nə deməkdir? Məsələn, yazıram power 2-3. Nə edir bu? 2-ni 3-cü dərəcəyə qaldırır. Aydındır? Power funksiyası nə edir? Necə 3-cü dərəcəyə? 2 üstü 3 deməkdir, ya necə? Bəli, 2 üstü 3. Məsələn, yazıram buraya 2, burada 3 yazıram. Buna deməkdir 2 üstü 3. Power ABC lazım deyil. Absolut. Absolut nə edir? Moduldur. Məsələn, mənfi 10 verirsən 10 verir. Mənfini müsbətə çevir, yəni. Müsbətə işin eləmir, amma mənfini müsbətə çevir. Sonra gəlir bizdə yenə növbəti sum funksiyası. Sum funksiyası summa deməkdir, yəni cəmləyir. Toplamaq üçün istifadə olunur. Funksiyalarımız hədsiz çoxdur, tələsimin hamısını bir-bir öyrənəcəyik. Deməli, print nə edir? Print çapa verir. Print, məsələn, dırnağın içində printdə belə bir şey verirsən, çıxışda bunu da bizə verəcək. Məsələn, yazılıb burada, print dırnağın içində A bərabərdir A. Yəni, birinci deyir ki, bunu çap elə, A bərabərdir. Sonra deyir, A-nı çap elə. A nədir? 5. Belə bir şey alır. Print dırnağın içində Python. Nə olur? Python çap edir. Deməli, sizə nə göstərirəm? Nə göstərirəm? Sizə belə bir sual verim. A bərabərdir 5, B bərabərdir 4. Mən yazıram print A plus B. Cavab nə olacaq? Kim deyir? 9. 9. Doğrudur. Amma mən indi belə yazsam, cavab nə olacaq? 54 var. 54. Niyə 54? Yadınızda saxlayın. Tipə baxırsınız. Tip string tipidir. String tipidir, bu da string tipidir. String tipləri toplayanda onları bör-börə qoyur. Yan-yana qoyur. Hə da, amma 54 eləmir da. Sadəcə ədədləri yan-yana qoyur. Hə, yan-yana qoyur. Belə sadə dildə desək. Aydındır? Hə. 54. Tutaq ki, belə bir şey var. Natural ədəd. İkisi də dırnaqdadır, deməli string tiplədir. Toplayanda nə olur? Natural ədəd. Natural ədəd. Məsələn, toplu arasına bir dənə də boşluq qoyublar. Nə olur? Natural ədəd. Məsələn, mig. Toplayıb nə olubdur? Mig olubdur. Baxın, nə olubdur? Toplayıb mig, üstə gəlib bir dənə boşluq, üstə gəlib bir dənə imtahan. Olub nə mig imtahanı? Deməli, separate funksiyası nə edir? Sep bərabərdir n. Nə edir? Yeni sətirdən çap etmək üçün. Məsələn, görürsünüz, belə bir siyahıdır. Siyahını yeni bir sətirdən çap edir. Məsələn, adil 5 qiymət aldı. Yeni bir sətirdən. Sep bərabərdir separate demək. Separate ingilis dilində tərcümədə ayırmaq deməkdir. Rus dilində də отделять. Deməli, növbəti öyrənəcəyimiz şey diapazondur. Deməli, bu nə deməkdir? Bu işarəni yadınızda saxlayın. Bu işarə nə deməkdir? Bu işarənin içində biz indeksləri göstəririk əsasən və siyahını göstəririk. Məsələn, A3 nə deməkdir? Gəlin ilk olaraq nədən başlayaq? Ona tələsməyin bir saniyə. A bərabərdir Python. Pythonun 3-cü hərfi. Belə olur. 3-cü hərfi düzdür. Amma bizə sənə bir şey göstərim. Deməli, indeksləmə nə deməkdir? Biz Pythonda riyaziyyat kimi deyil, indeksləmə sıfırdan aparılır. 0,
1, 2, 3, 4 və 5. Və tərsinə -1, -2, -3, -4, -5 və -6. Sağdan sola mənfi doğru gedir, soldan sağa müsbətə doğru. Yəni sıfırdan da başlayır. Deməli, bizdən soruşur, nəyi soruşur? Üçüncü indeksi soruşur. 0, 1, 2, 3. Nəyə düşdü? Cavab P olacaq. Python sıfırıncı elementini soruşur. Nə olacaq? P olacaq. Aydındır mı müəllimə? Bəli, müəllim, bunu bir dəfə izləmişdim, yadımda qalıbdı. Bir də bu mənfini necə eləyəcəyik bə? Mənfini göstər. Mənfi sağdan sola getir. Məsələn, sayırıq -1, -2, -3. Aydındır? Hə, orada da mənfi ilə necə göstəriləcək ki, mən onu tapım? A bərabərdə -3 zad belə. Gəlin baxaq. Hə, Bir saniyə. Baxın. Bayaqçını götürək, fidanı götürək elə. Fidan dərsə gəlmədi. Mən nə yazıram bura? Yazıram ki, print A -5. Nə çıxır cavaba? M. -1, -2, 3, 4, 5. Gəl B-mə düşür, M çapa verir. Aydın başa mı? düşdüm. Başa düşdüm. Ki mənə çatmadı deyin. Ayxan, Aynişan, Fidan. Sual verin. Ben başa düştüm. Müəllim, necə sadə dillə deyirsiniz? Adam tez başa düşür. Amma elə çətin misallar var ki, baxanda adam başı qarışır. Hər şey asandan çətinə doğru gedir. Bir dəfə çətin demirəmiş, yavaş-yavaş. Gəlin elə bunun üstündə bir şey də göstərim sizə. İndi diapazon göstərəcəm uşaqlar. Baxın. İndi mən bura bir vergül qoymaq istəyirəm. Vergül yox, 2 nöqtə. Və yazmaq istəyirəm. Bura yox, bir də bunun üstünə yazmaq. Və yazmaq istəyirəm -1-ə. Cavab nə olacaq burada? Kim deyir? Mən bunu bilmirəm. Necə? Bilmirəm mən bunu. Bilmirsiniz. -5, bilmirəm. -5-dir, bir də -1-dir. Yazanda belə yazmaq o biraz maraqlı olsun. Deməli, İkisini də mən göstərəcəyik. bu bir dənə sizə normal interval verim ki, siz daha aydın anlayasınız. Tutaq ki 5, 2.10. Həm 5-ci hərfi burada. Başdan götürəcəyik, hə? Sıfırdan götürsək. 5-ci indeksi tapaq. 0, 1, 2, 3, 4, 5. D hərfini tapdınız. D-dan 10-cu indeksə qədər. 10-cu indeksi alınır. Onu nəzərə alın. Cavab nə oldu? Dərs. Tapdı? Dərsi biraz da çətinləşdirəcəm. Buradan bir 2 də yazıram. İndi nə oldu? İndi nə oldu? Axırıncı dərs sözünün o niyə elə oldu ki? Niyə elə oldu? Kim deyir, niyə belə oldu? Bir dərsin eydi, bir də bu axırıncı Kim deyir, niyə belə oldu? 1, 2, 3, 4, 5. Ortanın boşluğunu da sayırıq müəllim, yoxsa yox? Boşluqlar həmişə sayılır. Boşluq bir simvoldur. 2, 3, 4, 5, 6, 7, 8. Çox oldu axı, bilmədim mən. Kim deyə bilər? Fidan deyə bilərsən? Ben 2'yi orada 2 həqiqətən düşmədim. Yadımdan çıxdı. Ayxan sən? Mən 5-dən 10-a kimi 2 arta gedirdi, elə bir ki, onu göstər. 2 addımla. Topluya, hə, başa düşdüm indi. Yox, səhv getmir. Toplanmır ya, 2 2 sayır. Baxın, 5-ci indeks nədir? 0, 1, 2, 3, 0, 1, 2, 3, 4, 5. 5-ci bu D-dır. D-dan 2 addım başlayır. 1, 1, 2. Nəyə oldu? S. 2 saydıq. Məsələn, buradan yazıram, 10 yazmıyorum, bax 15 yazım. Görün nə olacaq. Amma bəlkə də toplamaq da asan olardı. Belə beynimizdə birin üstünə bir gələk, belə bax, belə bir şey yadda qalar. Niyə toplayırsınız ki onu? Çatmadı mənə. O çırparadı, hə, adam səhv salardı onu da.
Çatdı bura qədər. 5, 15. Qeydlərinizi aparın. Malum qeyd aparanda dərsə baxamıram. Mən gərək ikinci dəfə baxam videoya. Tamam. Sonra qeyd götürəm. Qeyd aparın. Necə rahatdır. Bura qədər gəldik. Deməli, keçən dərsə gəlsək, bu dərs 99 kilometr. Mən bu dərslə kurs olacaq, keçən dərsə gəlmişik ona görə. Deməli, nə edəcəm indi mən? Sizə nəyi göstərim? Buraya qaldı buradan bax. İndeksləməni göstərdim. Aha, bir dənə belə bir şey göstərəm. Kim deyir? Cavab nə olacaq? 5, 2 nöqtə. 5-ci ədəd tapacaq da. 2, 3, 4. N. Ya D. D. Necə? Cavab D olur. Yox, Bölmə işarəsi var. yox. 2 nöqtə ilə belə verilmir orada. Malum bunlar belə, bunların adları var, elə bilirəm. 2 nöqtə. Qabaqda olanda nə bilim nə olur, sonra addım olur. Belə adları var, yadımdan çıxır. Stop. Birinci startdır. Deyəsən stopdur bir axırıncı. Yadımdan Bu çıxır. startdır. Bu da son. Son görürsüz yoxdur. Son yox. Start. Yoxdursa startı birinci yazacaq da. Yox, 5-ci indeksdən sonuna qədər. Dərsə gəlir. Elə. Gəlin belə çətinləşdirək. Bir dənə də belə yazam. Beşdən sona qədər 2 addımla. 5-dən sona qədər. Baxın, 0, 1, 2, 3, 4, 5. 5-dən 2 addımla. Nəyə düşür? Здравствуйте. Здравствуйте. S, У нас сразу сегодня урок. Burayla sır bir. еще раз, Наби. У нас Эйна, сразу ты сегодня блин. должен быть урок. У нас, да. 4, да? 4, 7. Və nə qədər gedəcəyik müəllim? 2 addımdan hara kimi gedəcəyik? Axıra kimi. Axıra kimi. E, S, sonra E'dən S'dan sonra nə gəlir? Eynən C. Birinci boşluq gəlir. Boşdan sonra bir dənə E gəlir. E'dən sonra gəlir bir dənə M. D. Bir dənə İdi orada da. Necə? Çatındır. Çatındır. İdi. Necə? Çıxışı verir də burada. M, D, K. Bəli. Başa düşdüm. Bura qədər gəldik. Nə qaldı? Bir dənə baxın. Deməli, biraz da çətinləşdirəm söhbəti. Nədən başlayacağım? Len nədir? Yeni bir funksiya göstərirəm. Qeyd edeyim mütləq. Funksiyamızın adı lendir. Len nə işə yarayır? Len sətrin uzunluğunu tapır. Məsələn, yazdıram len A, uzunluğunu tapacaq. Yəni 20. Bu 20 simvolundan ibarətdir. Saysız 20 dənə simvol olur. Len 1-dən sayılır. Riyaziyyat kimi. 1, 2, 3, 4, 5 sayırsınız. Len sayır. Oldu mu? Qeyd edin. Len nə işə? 20-dir. Başa düşdüm. Sonra gəlir find. Find. Find funksiyası nə işə baxır? Find ingilis dilində tərcümədə tapmaq deməkdir. Yazıram. Find. Find. Nə axtarıram? Find. Düzgün yazmalıyım biraz. Biraz belə yazmalıyım. Baxın. A nöqtə. Find. Nəyi tapmaq istəyirəm? Tutaq ki, D hərfini tapmaq istəyirəm. D hərfini. D hərfi. Cavab nə olacaq?
Təyyarəm, müəllim, bunu başa düşmədim. Bir tane D-ların hamısını tapacaq. Yox. İlk tapdığı D-nın indeksini çıxardılır. Necə indeks yəni? Cavab. Neçənci yerdə durduğumuz 0, 1, Hə. 2, 3, yəni 2 də durur da o belə deyil. Indeks. İndeksiyle oynayacaq. Sonra işte. Sonra find'ı dedim. Məsələn, yəni burada D ola bilmək olmasın. Məsələn, başqa bir şey də olsun. Nə istəsək yaza bilərik. Məsələn, G yaza bilərik. Gel yazılır. Gəlmədi. Gel yazdı. Nə çıxdı? 12 çıxdı. Bunu tapırıq. Siyahılarda lazım olacaq. Siyaha qədər bunu yaxşı əzbərləyim. Deməli, belə bir şey göstərim. Burada yazıram, məsələn, Nabi. Cavab nə olacaq? Kim deyə bilər? Kim deyə bilər? Cavab nə olacaq burada? 0. Yox. Siz axtardığınızı tapmayanda necə olursunuz? Məsələn, evdə bir şey edirsiz, axtarırsınız, tapardınız. Əsəbi olursunuz da. Bu da əsəbləşir bizə mənfi 1. Əsəbləşir mənfi 1 verir. Deyir, belə bir şey yoxdur. Aydındır? Deyir, elə bir şey yoxdur. Yəni, ümumiyyətlə elə bir şey yoxdur. Nə bir sözü var burada? Yoxdur. Deməli, mənfi 1 çıxışı verir. Xəta vermir də amma müəllim, hə? Xeyr, xəta vermir. Heç də. Yaxşı. Tapmayanda mənfi 1 verir. Deməli, nəyə baxın, nəyə baxın. Nə göstərəcəydim sizə? Aha, interval. Bayaq mən sizə dedim ki, mən D-ni axtarıram, amma D-nın birincini verdim. Amma mən istəyirəm D-ni ikinci D-yi tapmaq. Ona görə mən onu necə göstərirəm? Mən göstərirəm ki, D axtarıram və vergül qoyuram. Deyirəm ki, D-ni, məsələn, 1, 2, məsələn, 3-cü intervaldan axtar. Gördünüz, orada start yazıldı tez. Yəni, başlanğıc. Vergül qoyuram. Sonuncu. Sonuncu interval neçəni qoyuram? Məsələn, 10-cu tutaq. End yazıldı. Start, end. Deməli, nə axtarıram? Subyekt yazılıb. Görürsünüz? D-ni axtarıram. Birincini bir startı tapacağıq, bir də eyni axırı. Baxın, Ortadakı yoxdur. 3 ilə 10-un arasında D hərfini tap. Onun elementini var. Baxın, vururam. Nə çıxdı? 6. 0, 1, 2, 3, 4, 5, 6. Başa düşdüm. Çatdı? Bəli. Sonra nə göstərəcəydim? Növbəti funksiyamız count funksiyasıdır. Məsələn, yazıram a.count. Count funksiyası saymaq işinə baxır. Məsələn, yazıram ki, account, məsələn, e. Baxın, burada neçə dənə e var, sayını mənə çıxardacaqdır. 4 dənə. Aydındır? 4 dənə e var, 4-ün sayını mənə çıxardır. Çapa verir. Məsələn, e yazmayayım, mən buraya yazım. Nə bilim. D yazım. 3 dənə D var. Məsələn, yazıram bura, belə bir şey yazım. Nə olacaqsa? 0. Çünki sayı yoxdur. Belə bir şey yoxdur. 0 verir. Növbəti. Strip funksiyası. Deməli, strip nə edir? Strip nə edir? Göstərirəm bir saniyə. Baxın, mən bura bir boşluq artırıram. Bir dənə bura boşluq artırıram. Cavabda görürsə o boşluqlar yoxdur. Hara getdi o boşluqlar? Silindi. Strip. Sənə ortanı götürür də. Strip öndəki və sondakı boşluqları silir. Sonra növbəti funksiya replace'dir.
Məsələn, deyirəm ki, məsələn, nəyi dəyişək? Tutaq ki. Dəyişmək istəyirəm mən bu d-nı. Məsələn, d-ni dəyişmək. Gəlin başqa bir şey dəyişək. Gəlin ç-nı ilə dəyişək. Məsələn, sonuncu bir element. Gəlin ç-nı dəyişək. Məsələn, d-ni ilə dəyişək. Y ilə gəl dəyişək. Gördünüz, belə bir şey yapıldı. Old, new. Nə deməkdir? Köhnə, yeni. Vururum. Nə oldu? Fidan gəlsə gəlmədik. Nə oldu? Y-yə çevirdik, gördünüz? Həmin yeri yana dəyişdi. Sonuncu 2 hərfini tapan kimi y ilə dəyişdik. Məsələn, bu olsun 2 olmasın, burada olsun d. Bu da olsun, nə bilim, nə istəyirsiniz. Nə olacaq? Bunu tapdı, d hərfini, ilk tapdığı d hərfini. Fi, ortasına bunu arttırdı, kalanı da çapa verdi. Aydındır. Anladım. Nə qaldı bu öndən baxım. Növbəti funksiyamız capitalize-dır. Mənim o sətirdəki yəni cümləni böyük hərflə, birinci bölgü böyük hərflə yazıldı da birinci cümlə. Birinci hərfi cümləni deyim. Birinci bizdə boşluq da, yəni qoyumdan boşluq silək. Nə oldu? Yəni cümlədə sətirdən başlayır, yəni böyüklə başlayır, böyrə çevirir. Sonra, ondan sonra var idi. Və nə var idi? Var upper. Upper nənir? Cümləni böyük hərflə yazır. Tam olaraq böyüdür. Nə oldu? Fidan dərsi gəlmədik. Tam olaraq böyüyə çevirdi. Növbəti funksiyamız lower qaldı. Məsələn, bunu böyünə yazıram. Bunu götürəm buradan. Atıram bura. Mənim özümdən də bir şey yazıram. Nə olacaq indi? Bunu yazıram, lower yazıram burada. Onda bunu hamısı kiçiləcək məndə. Hamısı kiçiləcək. Gördünüz? Müəllimənin səsi gəlmədi. Yo, mən başa düşürəm. Maraqlıdır, ona görə baxıram, bunları bilmirəm. Mən danışdım, mən yoruldum. İndi siz işləyəcək. Pythonda şərtlər nə deməkdir? Şərt beləsi bir DS deyərəm Azərbaycanda. Bu işarənin əvəzi olunur. Göstərilir. Rusla reşotka, nə bilim, nə deyirlər buna. Belə bir şeydir. Bu işarə ilə işarə olunur. Məsələn, koddan sonra belə bir şey yazanda, koda ona baxmadan, məsələn, deyirəm ki, nəsə yaza bilərsiniz, nə yazdınız, kod ona baxmayacaq, yəni onu səhv götürməyəcək. Aydındır? Mənimsətmədir bu, yoxsa? Necə? Buna mənimsətmə deyirlər. Bilmirəm də adını Azərbaycanda. Ona yadıma gəlir, o vaxtdan DS deyirlər. Olmasın. Tamam. Aynı cavabları oxu. Mən Nə sən? 1-dən 20-yə. A, Z, A, B, A, Y, Z, A, Z,
Başa düşmədim. B, Səhvdir 12. B. Yox, 11, 12 başa düşmədim. 13 B, 1-1-dir hamısı. 13B, 14, 14 B, 15. 15 B, Səhvdir. 16 başa düşmədim. 17 C, 18 B, 19 C, 20 C. Çox məlumat. Mən deyim. Hansları demədi? Onları deyə deyim. Deməli 10, 11, 12 deyin. 11, 12, 16. 11, 12, 16 deyin. Yoxla bildiniz siz özünüzlər. Yoxla bilmədiniz, açın mən yoxlayın hamınız. Müəllim elə cavabını qoyun biz yoxlayaq da tez. Düzdür. Mən 300 səhv yazmışam. Necə? 4. Səhvim yoxsa Evet. Düzdür. 9 deni yazmışam burada. 9 değil. Müəllim, mən deyim səhvlərimi. Bax, 3'ü səhv eləmişəm. Gözləyin. 100'ü səhv eləmişəm. Tələsməyəm. Üçüncüdən başlayaq. Hə, deyim, yadınızda saxlayın, uşaqların üçün yoxlayın sonra da. Hamı yoxlamadı. Qeyd eləyin. Uşaqlar da deyib də səhvlərini ona görə dedim, ya başdan qeyd eləsə sonra izah eləyin. Ayxan səndə səhv var? Məndə çoxdur səhv. Ayxan. Məndə 4 səhvdir. Nəbi səndə var? Bir də 15. Bir tələsmə. Nəbi. У тебя есть вопросы? Fitanda yoxdur. Aynı şanda ne səhv var? Yazmadıqları var. Getdik. Üçüncü sual. Baxın, dırnaqda verilib. Dırnaqda verilən nədir? Stringdir. Variant adı. Sonra. Sual verin. Müəllim 3 idi, 9'da səhv eləmişdim, sonra 11'də səhv eləmişdim, 13'də Müəllimə tələsmə. 1-1. 9'da neçə qiymət daxildir? 6 qiymət daxildir. 0-dan 5-ə qədər. Məndə 5'i şeydə götürmüşəm deyəsən. Sonuncunu götürmüsünüz. Sonra Hə, sonuncunu da götürmüşəm ona görə. 5 tapmışam mən. 6 dənədir. 0-dan 5-ə qədər. 0, 1, 2, 3, 4, 5. 6 dənədir. Sonra Sonra 11. A vurulsun. Baxın, bu nə deməkdir? Deyir, B-ni A-nın əvəzlə, A-nı da B-nin əvəzlə. A əvvəlcə neçə idi? 7, 8 idi. Baxın, A 7'dir, B 8'dir.
A bərabərdir 7, B də bərabərdir 8. Bu nə deməkdir indi? Deyir, A-nın yerinə 8 qoy indi, B-nin yerinə 7 qoy. Yerlərini dəyişməlidir. Yerlərini dəyişməli. Ona görə səhv eləmişəm. Bu deyir 16 üzrə 7. A'yı 2'ye vururuq, üstümüzdə 7 gəlir. Всё, qurtardı. Sonra Sonra 12-ni səhv eləmişəm. 13-ü, 14-ü, 15-i. 12 Bir də 16-nı, 17-ni. 13-dən Hə, belə 17-yə hamısı səhv. 12-də nə var idi? 2, 3, 4 canlı tapır. 9. Range 2-dən 5-ə nə deməkdir? 2, 3, 4. 5 almır. A2-dir, A1 2-dir, A2 3-dür, A3 4. 13-də. 13-də bu şərət dedim, nəzərə almır. Bu nəzərə almır. A7 də cavab 7 verir. Yox, 7 vermir. Burada bir açıq 2 də var, 5 verir. Bu şərtdir, şərti nəzərə almır. Sonra Nələcə 7-dən 2 çıxdı. 5 edir, doğrudur. 14-dən stringi vuranda eynisindən 4 dənə verir. Sonra 4 dənə 8. necə? 5 dənə 4 dənə 8 sonra. E, 17-yə qədərdir. 17-də sual var. 15-də məsələn 5, 25. 25 götürmür, 24 götürür. 24-dən 5-in çıxır, eləyir 19. Üstə də bir gəlir, eləyir 20. 20-dən ədəd daxil aralığa. Sonra. Baxın. Deyirəm də, məndə bir dənə bir rəqəm tapılmadı. Ona görə də onu götürmədim elə. Baxın 5-dən Bir çatmadı 24-ə. məndə. 5-dən 24-ə neçə rəqəm var? Siz bunu tapmaq üçün 24-dən 5-i çıxın, üstə bir gəlir. Sonra. Sual yoxdur, 20-yə qədər. 16. 16. Nədir burada? Deməli, range 5-dən 9-a. Deməli, bu 5-dir, bu 6-dır, bu 7-dir, bu da 8-dir. Bu nə edir? String edir. Dırnağa çevirir 5-i. Üstə gəlsin, 6-nı dırnağa çevirir. 7-ni dırnağa çevirir. 8-i dırnağa çevirir. Mən dedim ki, Hə, sənə. dırnaqları toplanan olur, bör-börə qoyur. Cəbəndə. Sonra 17-ni dediniz, 17-ni. 17 nə idi? Girişə verir 17, 23. Toplayıb cavab edir 40. Sonra müəllim. buyurun. Mən bir dənə tez çıxsam olar biraz. Niyə? Oruc asasıyam. Hə, Allah qəbul etsin. Get. Sağ olun müəllim. İlmə qədər sual yoxdur. Yox, başa düşdüm müəllim mən. Çox sağ olun. Çox qəşəng, maraqlı idi. 20-dən sonra başlayırsınız. Burada 50-dən tapşırıq olmalıdır. Evə qalanını evə götürürsünüz. Kompüter dondu. Açıldı. 50 sual olmalı səhvlənməz. 50-sini də evə götürürsünüz. Gələn dəfə siyahıları göstərəcəm və if elifi göstərəcəm. Evə tapşırıq az verəcəm. Bu 50 dənə işləyərsiz bəsidir. Dərsimiz nə vaxtı bizim? Bir də 6-cı günü saat 7-də. 6-cı gün saat 7. Onu işləyərsiz 6-cı günə qədər. Yazın ev tapşırığını, sonra yadınızda çıxacaq. Ev tapşırığı səhifə 102-dən düz 108-ə qədər.
Yusuf Musayev. Neçədən? Səhifə 102, 108. Yazıram özüm.